TikTok'da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhami Elşad qızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Daha sonra təqsirləndirilən şəxs ifadə verib. Mən narkoman deyiləm, mənə böhtan atıblar. Aparıb qanımı yoxlatdılar, qanım təmiz çıxdı. Kasıbam, bu yaşıma kimi təmiz yaşamışam. Atam da riyaziyyatçı olub. Evimə qayıtmaq istəyirəm. Təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsində olan həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsadət verib. Məhkəmə vəsadəti təmin etməyib. Növbəti prosesdə şahidlər dindiriləcək. Proses iyunun 11-də davam etdiriləcək. Qeyd edək ki, İlhami Elşad qızına Cinayət Məcəlləsinin 234.1.1-ci maddəsi üzrə ittiham irəli sürülüb. TikTok əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb. İlhami Elşad qızı aparıcı Azər Zahid tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.